Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu gün, yəni 11 yanvar 2026-cı ildə OTK MQM bir yerdə baş tutmuş 9-cu siniflərin buraxılış sınağının izahlarını paylaşıram Azərbaycan dilindən. İzahlara keçmədən öncə kanala abunə olaraq paylaşılan videolardan faydalana bilərsiniz. Eyni zamanda bizim dərslərimizlə maraqlanan şagirdlər 055 418 8202 nömrəsi ilə həm onlayn, həm də əyani dərslər üçün müraciət edə bilər. Gəlin vaxt itirmədən keçək sualların izahına. Birinci sual. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Əvəzlikdən sonra vergüldən düzgün istifadə edilmişdir. O, şagirdlərin ən sevimli müəllimidir. Kim? O. Mübtədadır. Şagird isim gəlib, deməli vergül düzgün qoyulub. Bu, heç kimə fayda verməyəcək. Heç kim qeyri-müəyyən əvəzlikdir. Bundan sonra vergül qoyula bilməz. Çünki əvəzlikdən sonra əvəzlik gələndə vergül qoyulmur. Bu, gəncliyimdən qalmış ən gözəl xatirədir. Nə? Bu, mübtədadır. Və gənclik isim gəldiyinə görə vergülün qoyuluşu tamamilə doğrudur. Əvəzlikdən sonra vergüldən düzgün istifadə edilməmişdir. O mənə uşaqlıq illərini sanki yenidən yaşadığını dedi. Kim? O, mübtədadır və özündən sonra əvəzlik gəlib. Əvəzlikdən sonra əvəzlik gələrsə, təbii ki, vergül qoyulmaz. Bu, qarşımızdakı ən böyük maneədir. Nə? Bu, mübtədadır. Qarşımızdakı sifətdir. Özündən sonra sifət gəlibsə, deməli vergülün qoyuluşu doğrudur. O, Niyazinin göstərişinə əməl etdi. Kim? O, mübtədadır və Niyazi ismi gəlib, isim gəlibsə vergülün qoyuluşu doğrudur. Yəni, düzgündür sxeminin altında üstəgəl qoyduğum 1 və 3, sonra yanlışdır, yəni düzgün istifadə edilməmişdirin altında çıx qoyduğum 4 bizim uyğun cavabımızdır. 1, 3, 4 cavab D variantı olacaq. İkinci sual. Hansı cümlənin tərkibində israf sözünün antonimi işlənməmişdir? İsraf isimdir. Biz antonimli, sinonimlikdə nitq hissəsinə xüsusi diqqət eləməliyik. Varlı olmaq yox, qənaətçil olmaq əhəmiyyətlidir. Baxın, israf isimdir. Qənaətçil olmaq. Burada ümumiyyətlə mürəkkəb feil kimi işlənmişdir. Burada israf isminin qarşılığı olan antonimi yoxdur. Ona görə elə A variantı doğrudur. Bitib tükənməyən sərvət qənaətdir. İsraf, qənaət, bu doğrudur. Qənaətin qədrini bilməyən, yəni israfın qədrini bilməyən heç nə də bilməz. Bu doğrudur. Qənaət dövlətli olmaq deməkdir. Yəni israf dövlətli olmaq deməkdir. Bu doğrudur. Kim qənaətə riayət edirsə, yəni israfa riayət edirsə, yoxsul olmaz. Burada hər biri onun antonimi kimi işlənib, A variantından başqa. Üçüncü sual. Füzuli əsərləri həmişə yüksək dəyərə layiq görülür. Cümləsindəki sözlər haqqında yanlış fikir istəyir. Sifət adi dərəcədədir. Burada sifət yüksək sözdür. Yüksək dəyər. Necə dəyər? Bu adi dərəcəli sifətli doğrudur. Sözlərin hamısı quruluşuna görə sadədir. Füzuli əsərləri həmişə yüksək dəyərə layiq görülür. Burada layiq görülmək frazeoloji birləşmədir və quruluşda mürəkkəbdir. Ona görə B bəndi yanlışdır. Zərfin mənaca bir növ işlənmişdir. Həmişə zaman zərfi işlənib, doğrudur, başqa zərf yoxdur. İsmin müxtəlif hallarında olan sözlər var. Füzuli əsərləri həmişə yüksək dəyərə. Baxın, Füzulinin əsərləri yəli haldır. Əsərlərindəki i mənsubiyyətlə adlı haldır. Dəyərə, nəyə? Yönlü haldır. Deməli, müxtəlif hallarında olan sözlər var. Mənsubiyyət şəkilcili söz adlı haldadır. Bəli, əsərləri sözü mənsubiyyətdir, adlı haldadır. Doğrudur. Yanlışımız olacaq B variantı. Quruluşca eyni növdə olan sözlər sırası. Narazı sözündə, baxın, şagird tamamilə doğru təhlil eləyib. Razı kökdür, na ön şəkilçidir, düzəltmədir. Gülə-gülə artıq mürəkkəbdir. Deməli, biri düzəltmə, biri mürəkkəb. Burada ardıcıllıq pozulur. Başlamaq da düzəltmədir. Kitablar sadədir, kök qrammatikdir. Dəftərçə, dəftərçə, bir kök, bir leksik var, düzəltmədir. Məktəbdəki də düzəltmədir, doğru təhlil olunub. Kitablara görə B bəndini götürmək olmaz. Zəhmətkeş düzəltmədir, doğru təhlil olunub. Burada keş leksikdir. Fəal, fəallıq, doğru təhlil olunub. Bu ilkiyə baxın, bu kökdür, il kökdür. 2 dənə kök var, yəni mürəkkəb sözdür bu. Ona görə bu ilkiyə görə C-ni götürmək olmaz. Yaralılar, yarmaqdan yara, ondan yaralı, lar da qrammatikdir, söz düzəltmədir. Oxutdu, oxumaqdan oxutmaq, oxutdu, söz düzəltmədir. Birinci söz düzəltmədir. Yəni hər 3 söz düzəltmədir, deməli D bəndi doğru cavabdır. 1-1, 2 dənə kök var, mürəkkəbdir. İkinci dərəcəli, 2-1 kökdür, dərəcə ikinci kökdür. 2 dənə kök varsa, deməli bu söz quruluşsa yenə mürəkkəbdir. Əzgin quruluşsa düzəltmədir. Əzginə görə Y olmaz, cavabımız D variantı olacaq. Şagird tamamilə doğru işləyib.
Tərz hərəkət zərflərini müəyyən edin. Sürətlə, nə tərzdə, yavaş-yavaş, nə tərzdə, tək başına, nə tərzdə, elə A variantı uyğundur. Türkcə, günorta, baxın günorta nə zaman? Bu zaman zərfidir. B bəndi ona görə olmaz. Həvəslə, nə tərzdə, asta-asta, nə tərzdə, qorxaraq, araq bu feili bağlamadır. Ona görə C-ni götürə bilmirəm. Dayanmadan feili bağlamadır, madan şəkilçisi. Qaça-qaça, A feili bağlamadır, təkbətək zərfdir. Deməli, qaça-qaça və dayanmadana görə D-ni götürmək olmaz. Təkidlə, nə tərzdə, orada yer zərfidir. Oradaya görə yeni götürə bilmirəm. Deməli, cavab A variantı olacaq. 6. Uyğunluğu müəyyən edin. Başlanğıc formasında olan sözdür, başlanğıc formasında olmayan sözdür. Şəhərdəkilər sözünün kökü şəhər, dəki, leksiklər, qrammatik. Deməli, bu söz başlanğıc formada deyil. Başlanğıc forması şəhərdəki sözüdür. Ona görə A-nı yazırıq 2-yə, şagird doğru yazıb. Qardaşımdakı, qardaş sözün köküdür, mənim qardaşım mənsubiyyət, dakı leksik, bu söz başlanğıc formadadır. B-ni yazırıq 1-ə. Böyük sözünün kökü böyümək feilidir, ki, leksikdir burada, başlanğıc formada olan sözdür, C-ni yazırıq 1-ə. Çoxunun sözünün kökü çoxdur, çoxunun, U mənsubiyyət qrammatik, ın da yenə yəli halın qrammatikidir, başlanğıc forması çoxdur, deməli bu söz başlanğıc formada deyil, D-ni yazırıq 2-yə. Yaxşılıq sözünün kökü yaxşıdır, lıq leksik, deməli bu söz başlanğıc formadadır, yeni də yazırıq 1-ə. Yəni doğru cavabımız olacaq 1 B, C, Y, 2 A, D, cavab Y variantı. 7-ci sual. Eyler-Venn diaqramındakı uyğun fikirləri müəyyən edin. Az çalışıb çox gəlir əldə etmək də mümkündür. Dost mindirsə azdır, düşmən birdirsə çoxdur. Üçbucaq, yəni ilk cümləyə baxırıq. Miqdar sayı quruluşca düzəltmə sözü izah eləyir. Burada çox gəlir əldə etmək miqdar sayıdır və gəlir sözünə aiddir. Çox gəlir. Bu da gəlməkdən gəlir quruluşca düzəltmə sözdür. Deməli, çox sayı quruluşca düzəltmə sözü izah eləyir. Doğru fikirdir bu. Zərf təsriflənməyən feilə aiddir. Az çalışmaq feilinə aid olan zərfdir. Bu da ıb feili bağlama şəkilçisidir. Deməli, təsriflənməyən feilə aiddir. Doğru fikirdir. İsmin xüsusiyyətini daşıyan say işlənmişdir. Ortaq cəhət kimi istəyir. Birinci cümlədə məsələn çox saydır, amma ismin xüsusiyyətini daşımır. Bu elə yanlışdır. Üçüncü şəxsin təkinin xəbərli şəkilçisini qəbul etmiş saylar var. Üçüncü şəxsin təkinin xəbərli şəkilçisi dırdır, durdur şəkilçisidir. Dost mindir, azdır, birdir, çoxdur. Bəli, saylar dırdırı qəbul edib doğrudur. Yalnız qeyri-müəyyən miqdar sayı işlənmişdir. Səhvdir, çünki 1000, 1, bunlar müəyyən miqdar saylarıdır. Deməli, 1, 2, 4 bizim doğru cavabımız Y variantı olacaq. Davam edirik növbəti sualdan. Cədvəldəki feillə bağlı uyğun fikir istəyir. Doğrudur, yanlışdır. Bakının ecazkar mənzərəsi turistləri heyrətləndirirdi. Heyrət kök, heyrətlənmək, heyrətləndirmək, ir qrammatik, di qrammatik söz tamamilə doğru təhlil olunub. İndiki zamanda təsdiqdədir. Bəli, heyrətləndirir, ir burada indiki zamandır, təsdiqdədir, düzdür. Tərkibindəki leksik şəkilçilərin sayı qrammatik şəkilçilərin sayından çoxdur. Baxın, 2 leksik var, 2 qrammatik var. 2-nin 2-yə, deməli bərabərdir. Çox deyil, yanlışdır. İcbar növdədir. Tərkibində hər dır şəkilçisi olan söz icbar növ deyil. Bu zaman rahat üsul kimi əvvəlindən mən qoyun, işi öz üzərinizə köçürün. Məsələn, mən heyrətləndirirdim dediyin zaman işi kim eləyir? Mən heyrətləndirirəm. İşi elə mən eləyirəm. Kiməsə nəsə elətdirmirəm. İcbar növ deyir ki, kiməsə nəsə elətdir. Demək, bu icbar növdə deyil, yanlışdır. Köməkçi sözdən, yəni hissəcikdən istifadə edilməmişdir. Heyrətləndirir idi. Burada istifadə olunub, edilməmişdir, yanlışdır. Xəbər şəklindədir, bəli. Əgər zaman şəkilçisi varsa, indiki zamandır söz. Deməli, bu xəbər şəklində olan sözdür. Doğru fikirdir. Deməli, doğrunun altında üstəgəl qoyduğum 1, yanlışın altında çıx qoyduğum 3 və 4 bizim doğru cavabımız olacaq. 1, 3, 4 cavab Y variantı. Növbəti sual. Hansı bəndəki sözlərdə uzun tələffüz olunan sait yoxdur? Maili, sabit, alim, təəssüf, saat, ruhani, şuarda yoxdur, auditoriyada yoxdur. D bəndi doğrudur. Bədii, rütubət, hamısında var. 10. Bu kitabdakı hekayələri yoldaşlarım da həvəslə oxuyurlar. Cümləsində eyni suala cavab verən sözlər hansı nitq hissələrinə aiddir? Baxın, hekayələri, hansı hekayələri kitabdakı, hansı hekayələri bu? Bu və hekayədəki, kitabdakı sözü hər ikisi hansı sualına cavab verir? Bu əvəzlikdir, kitabdakı isə dakı ilə düzəlmiş sifətdir. Amma əvəzlik və sifət olacaq cavabımız B variantı. Sonra mətndir, rəqəm işarələri, mətni özünüz oxuyarsınız. Biz ilk tapşırıqdan başlayaq. Əvvəlində üçbucaq və dördbucaq işarəsi qoyulmuş abzasların yeri dəyişdirilsə nə baş verir?
Baxın, bu hissədə deyir ki, Yunanlıların əlifba rəqəm sistemi üsulundan Slavyanlar və Gürcülər də istifadə etmişlər. Dördbucaqda nə deyir? Mədəniyyət tarixində əvvəlsiz kəşf olunan hesab olunan əlifba yazısının yaranması rəqəmlərin təşəkkülünə və inkişafına böyük təsir göstərdi. Əlifbanın yaranmasında xüsusi rol olan Finikiyalılar bizim eradan çox-çox əvvəl hərflərdən rəqəm əvəzinə istifadə etdilər. Bundan sonra Yunanlılar rəqəm sistemi yaratdılar. Baxın, deyir Yunanlılar rəqəm sistemi yaratdılar və onun ardınca demək olar ki, Yunanlıların əlifba rəqəm sistemi üsulundan Slavyanlar da istifadə elədilər, Gürcülər də istifadə elədilər. Yəni, dördbucaq birinci gəlməlidir, Yunanlıların adı çəkilir, sonra davamında Yunanlıların əlifba rəqəm sistemi ilə danışılır. Yəni, dördbucaqla üçbucağın yeri dəyişilməlidir bu hissədə. Mətndəki fikirlərin ardıcıllığı bərpa olunur. Əgər yerləri dəyişdirilsə, tamamilə doğrudur. Cavab B variantı olacaq. Növbəti suala baxırıq. 12. Müqayisə cədvəlindəki hansı fikirlər yanlışdır? Rəqəmlər müəyyən müddət hərf vəzifəsini yerinə yetirmişdir. Rəqəmlər yox, hərflər rəqəm vəzifəsini yerinə yetirib. Bu yanlış fikirdir. Slavyanlar onlardan rəqəm kimi istifadə etdiyi üstündən xətlər də qoyulmuşdur. Baxın, onlardan rəqəm kimi istifadə etdikdə üstündən xətlər də qoyulmuşdur. Bu doğru fikirdir. Çünki mətndə birəbir o hissə verilir ki, Slavyanlar necə istifadə ediblər. Baxın, bu hissədə deyir ki, Slavyanlar başqalarından fərqli olaraq hərfin rəqəm vəzifəsində olduğunu da aydın nəzərə çarpdırmaq üçün rəqəm kimi işlənən hərflərin üstündə müəyyən xətt qoymuşlar. Yəni, bu fikir mətndə birəbir verilmişdir, doğrudur. İnkişaf tarixi rəqəmlərin tarixi ilə bağlıdır. Rəqəmlərin yox, hərflərin inkişaf tarixi ilə bağlıdır. Bu da mətndə birəbir verilir. Diqqətlə baxsaq, deyir ki, rəqəmlərin inkişaf tarixi yazının tarixi ilə bağlıdır. Yazının tarixindən söhbət gedir. Rəqəmlərin yox, bu yanlış fikirdir. İnsanlar yaratmışlar rəqəmləri və hərfləri, doğru fikirdir bu. İşarələrdən ibarətdir, bu da doğru fikirdir. Deməli, yanlışımız olacaq burada 1 və 3 cavab A variantı. Üzərində rəqəm yazılmış hansı ifadələr məcazi mənadadır? Gəlin mətnə baxaq. Baxın, rəqəmlərin inkişaf tarixi yazının tarixi ilə bağlıdır. Yəni, yazının tarixi ilə bağlı olması, bağlı burada məcazdır. Nəyə görə? Çünki bağlı sözünün həqiqi mənası nə olar? Məsələn, qapı bağlıdır, əlimdəki yara bağlıdır. Bu, həqiqi mənadır, bağlı olması. Amma yazı tarixi ilə bağlı olması burada əlaqəlidir mənasında işlənib, məcazi mənadadır. İkinci ifadə. Əlbəttə, rəqəmlər heç də bir-birindən meydana çıxmamışdır. Baxın, rəqəmlərin meydana çıxması bu məcazdır. Məsələn, igid meydana çıxdı desəm, igid həqiqətən də gəlib meydana çıxa bilər. Çıxmaq nədir? Ortaya çıxmaq mənasındadır, həqiqi mənadır. Amma rəqəm gəlib özü ortaya çıxa bilməz, rəqəm yeriyə bilməz. Deməli, meydana çıxmaq burada məcazdır. 3. Nöqtələrdən istifadə edilmişdir. İstifadə edilmək həqiqi mənadadır. 3-dən işimiz yoxdur. 4-də nə deyir bizə? Mədəniyyət tarixində əvvəlsiz kəşf hesab olunan, hesab olunmaq həqiqi mənadadır. Məcazlıq burada heç nə yoxdur. 5-ci ifadə, hərflərin üstündə müəyyən xətt qoymuşlar. Həqiqi mənada xətt qoyurdular hərflərin üstündə. Bu da həqiqi mənadadır, məcazlıq bir şey yoxdur. Deməli, 1-dən 2 olacaq doğru cavabımız Y variantı. Mətnə əsasən doğru fikir hesab etmək olar. Bizim eradan əvvəl hərflərdən istifadə edilməmişdir, hesab eləmək olmaz, yanlışdır. Viktor İstridin rəqəm sistemi üzrə tarixçi olmuşdur, rəqəm yox. Baxın, İstridin haqqında deyir ki, yazı tarixçilərindən olan Viktor İstridin, yəni yazı tarixçisi olmuşdur, rəqəm yox. Demək ki, bu fikir yanlış fikirdir. Rəqəmlər olmasaydı əlifba da olmazdı, yanlış fikirdir. Qədim zamanlardan hər xalq öz əlifba sistemini yaratmışdır, bu da yanlış fikirdir. Bunu da nəyə əsasən deyə bilərik? Baxın, mətndə deyir ki, burada Yunanların əlifba rəqəm sistemi üsulundan Slavyanlar və Gürcülər istifadə etmişdir. Deməli, Slavyanların və Gürcülərin özünün əlifba rəqəm sistemi yox idi. Yəni, hər xalqın öz sistemi yox idi. Bu yanlış fikirdir. Yazının müxtəlif tipləri olmuşdur demək doğru olar. Mətndə belə nəticə çıxarmaq olmaz. Rəqəm sisteminin formalaşması yalnız bir xalqla bağlı deyil, doğrudur. Bir çox sahələrin inkişafı yazı və rəqəmlərin inkişafına bağlıdır, doğrudur. Qədimdə rəqəmlərə tələbat hərflərdən daha çox olmuşdur. Bax, mətndə belə bir müqayisə yoxdur. Sadəcə olaraq rəqəmlərə olan tələbatdan danışır. Amma demir ki, hərflərdən çox olmuşdur. Şagird tamamilə doğru yazıb, burada belə bir nəticə çıxarmaq olmaz. Rəqəmlərin yaranması insanların tələbatı ilə bağlı olub, doğru fikirdir. Bir kəşfin geniş yayılması üçün onun təkmilləşmiş olması lazımdır. Bu da mətndə birəbir qeyd olunur ki, mütləq təkmilləşməlidir. Təkmilləşməyəndə
Baxın deyir ki, çünki bütün bu rəqəm sistemləri hələ yetərli dərəcədə təkmilləşməmişdi. Ona görə də geniş yayıla bilmirdi. Geniş yayıla bilməsi üçün mütləq nə etməlidir? Təkmilləşməli idi. Demək, burada C variantı bizim uyğun fikrimiz olacaq. Y-də doğrudur. Davam edirik növbəti sualımızdan. 16. Bir çox elmlərin inkişafında yaranan problemlərin səbəbi nə idi? Bir əlifba sistemindən bir çox xalqların istifadə etməsi bu bir problem deyildi. Hərflərin rəqəm vəzifəsində yerinə yetirməsi, bəli, bu artıq mürəkkəbliyə gətirib çıxarırdı. Xüsusi rəqəm işarəsinin müəyyən dövrə kimi formalaşmaması, bəli, təkmilləşməməsi doğrudur. Rəqəm kimi işlənən hərflərin üstündə müəyyən xətt qoyulması, bu bir problem deyildi. Bir çox elmlərin inkişafına deyir ha. Ona görə uyğunsuzdur. 2-3 burada doğru cavab C variantı olacaq. 17. Çərçivədə verilmiş söz hansı nümunədə kontekstdəki mənasına uyğun işlədilmişdir? Gəlin çərçivədə verilmiş sözü müəyyənləşdirək. Əvvəla görək hansı sözdən söhbət gedir. Lakin bu hal yazını ağırlaşdırır. Bu hal yazını ağırlaşdırmaq burada məcazi mənada işlənmişdir. Paltarlarına hopan su onları bir qədər ağırlaşdırmışdır. Uyğun deyil, həqiqi mənadır. Atın yükünü ağırlaşdırma, həqiqi mənadır. Sağ əlimdəki yükü bir qədər ağırlaşdırıb, həqiqi mənadır. Bu əngəllər işin gedişini ağırlaşdırır. Bax, bu doğru fikirdir. Yəni çətinləşdirir mənasında. Qum fırtınası havanı ağırlaşdırmışdır. Bu da uyğun deyil. Cavab D variantı olacaq. Nöqtələrin yerinə uyğun ifadəni müəyyən edin. Əlifbanın meydana gəlməsində müstəsna rolu olan xalqdır. Bu mətndə birə-bir verilib bu hissədə. Bu Finikiyalılardır. Demək, görün mətndə hansı hissədə idi o? Finikiyalıların birə-bir cümlə kimi də verilib. Baxın bu hissədə. Deyir ki, Finikiyalılar bizim eradan çox-çox əvvəl hərflərdən rəqəm istifadə etdilər. Bundan sonraki Yunan rəqəm sistemi yaratdılar. Əlifbanın yaranmasında xüsusi rolu olan Finikiyalılar. Deməli, əlifbanın yaranmasında kimin rolu var idi? Finikiyalıların. Tamamilə doğrudur. Müəyyən bir kəşfdən bəşəriyyət faydalana bilər deyimini mətnə istinad etməklə əsaslandırın. Yunanların yaratdığı əlifba sistemindən, baxın, şagird tamamilə doğru yazıb. Elə biz qarşısına üçbucaq qoyulmuş bir cümlə var, onu yaza bilərik. Yunanların əlifba rəqəm sistemi üsulundan Slavyanlar və Gürcülər istifadə etmişlər. Elə bu cümləni yazmaq olar. Tamamilə doğrudur. Daha sonra 20-ci sual. Mətnə əsasən nəticə hissəsindəki nöqtələrin yerinə uyğun ifadə yazmaqla cümləni tamamlayın. Deməli, nəticə hissəsinə baxaq. Deyir ki, burada. Lakin bu hal yazını ağırlaşdırır. Bir sıra elmlərin inkişafına lazımi imkan yarada bilmirdi. Buna görə də yazıda rəqəmlə hərfi fərqləndirmək tələbi ciddi şəkildə ortaya çıxmışdır. Belə bir tələb nəticəsində yazıda hərfdən fərqli xüsusi məqsədli işarələrə geniş yer verildi və bunlar da rəqəmlərin yaranmasına gətirib çıxartdı. Bu formada cümləni tamamlamaq olar. Davam edirik növbəti mətnimizdən. Bu mətnimiz Odunçu və İlandır və 21-ci sual. Mətnə əsasən doğru fikirlərdir. Odunçunun mərhəməti onun varlanmasına səbəb olur, doğru fikirdir. Oğlanın ehtiyatsızlığı ilanın yaralanması ilə nəticələnir. Burada ehtiyatsızlıq yox idi. Oğlan sadəcə artıq tamahlıq eləyir. Odunçu ilandan qisas almaq üçün onunla dostluğa davam etmək istəyir. Xeyr, heç bir qisasdan söhbət gedə bilməz. Oğlan atasının tapşırığına əsasən ilanla süd qızıl mübadiləsi aparır. Bəli, bir müddət aparır, doğrudur. Odunçunun artıq tamahı oğlunun ölümü ilə nəticələnir. Xeyr, odunçunun artıq tamahı yox idi. Tam tərs, oğlunun öz artıq tamahlığı oldu orada. Doğru fikirlər 1-4 B variantı olacaq. Mətndəki əsas fikirlə səsləşən nümunələri müəyyən edin. Dostluq şüşə kimidir, sınsa bərpa olunmur, doğrudur. Yaxşı oğul neylər ata malını, pis oğul neylər ata malını. Burada ata malından söhbət getmir. İlanın ağına da lənət qarasına da. Biz adətən mətnlərdə ilanın mənfi obraz kimi görmüşük. Amma burada ilan mənfi obraz deyil, müsbət obrazdır. Ona görə 3-cü fikir yanlışdır. Biz ilana burada lənət oxumuruq. Bəzi yaralar sağalmır və köhnə münasibəti saxlamaq mümkün olmur. Bəli, ilanın yarası sağalmır və o odunçu ilə barışmır. 1-4 doğru cavab C variantı. Mətndə bu barədə məlumat var. Odunçu ilanla qarşılaşanda həmişə qorxu hissi keçirir. Xeyr, qorxu hissi keçirmir. İlan sancmasaydı oğlan onu balta ilə vurmazdı. Birinci oğlan vurur, sonra ilan sancır. Bu səhvdir. Odunçu ilanla eyni gündə 2 dəfə qarşılaşır. Bəli, bir dəfə qarşılaşır, su verir, axşam qaydanda qarşısına qızıl qoyur, doğrudur. Oğlan ilana süd aparmaqdan bezir, xeyr, bezmir, sadəcə artıq tamahlıq eləyir. Odunçu oğluna ilanla ehtiyatlı olmağı tapşırır. Odunçu oğluna ilanla, yox, elə bir şey yoxdur. Sadəcə deyir ki,
Get südünü ver, qızılını götür. Burada ehtiyatlı olmaqdan söhbət getmir. Çünki ilandan bir zərər gəlmirdi. C variantı doğru cavabdır. Altından xətt çəkilmiş ifadə ilə bağlı hansı fikirlər doğrudur? Altından xətt çəkilmiş ifadəni gəlin əvvəlcə müəyyənləşdirək. Bu hissədə baxın, susuzluqdan qıvrılan ilan özünə gəlir. Özünə gəlmə ifadəsi görək hansı mənada işlənib? Halı yaxşılaşır mənasındadır. Bəli, doğrudur. Məcazi mənadadır, düzdür. Həqiqi mənadadır, yanlışdır. Rahatlaşır deməkdir. Yəni su içir, rahatlaşır, özünə gəlir, doğrudur. Sağalır sözü ilə əvəz edilə bilər. Özünə gəlir, sağalır. Yox, sağalmaq xəstələnməklə əlaqəlidir, amma ilan xəstə deyildi. Yanlışdır bu. Demək 1 2 4 doğru cavab D variantı olacaq. 25-ci sual. Mətndə nəyin səbəbini müəyyən etmək mümkündür? İlanın dilinin çıxarmasının səbəbini, bəli, çünki susamışdı. Müəyyən eləyə bilərik. Odunçunun kasıb olmağının səbəbi mətndə yoxdur. Odunçu peşəsi seçməyinin səbəbi mətndə yoxdur. Odunçunun meşəyə getməsinin səbəbini müəyyənləşdirmək olar. Odun toplamağa gedirdi yəqin ki. Baltadan istifadə edilməsinin odunu nə ilə toplayacaq? Balta ilə. Görür, toplayır. Deməli, bunun səbəbini müəyyən eləmək olar. 1, 4, 5 cavab D variantı. Mətnə əsasən yanlış fikirlərdir. İlan xəsarət alır, doğrudur. Yaxşılığa yamanlıq edir, etmir. İlan səhvi bağışlayır, güzəştə gedir. Xeyr, səhvi bağışlamır, səhvdir. İlan dostluğu pozmağa məcbur olur, doğrudur. Deməli, doğru fikirlərimiz 1, 4. Bizdən yanlışı istədiyinə görə cavab 2, 3 C variantı olacaq. Nöqtələrin yerinə uyğun ifadəni müəyyən edin. İlanı ilk dəfə görəndə odunçuda nə hissi yaranır? Sevinç, təəssüf, qorxu, mərhəmət, peşmanlıq. Burada adətən qorxu fikri gəlir ağla. Amma mətnin ilk cümləsinə baxın. Günlərin bir günü yenə meşəyə oduna gedəndə isidən dili çıxmış bir ilan görür. Odunçu ilanın halına acıyır. İlk dəfə acımaq gəlir, yəni mərhəmət hissidir bu. Deməli, burada mərhəmət cavab D variantı olacaq. 28. Eyler-Venn diaqramındakı hansı fikirlər yanlışdır? Odunçu və oğul. Odunçu odun satmaqla varlanır. Xeyr, ilanın ona verdiyi qızıllarla varlanır. Bu səhv fikirdir. İlanla bağlı əhvalatı digər şəxsə danışır. Bəli, odunçu digər şəxsə kimə? Oğluna danışır. 2 doğru fikirdir. İlana süd verir həm odunçu, həm oğlu. Bu doğru fikirdir. Tamahının qarşılığını həyatı ilə ödəməli olur. Oğul, bəli, tamahının qarşılığını həyatı ilə ödəyir. Doğru fikirdir. Atasının tapşırığı ilə qırdığı odunu şəhərdə satır. Xeyr, atasının tapşırığı ilana süd verib, ondan qızıl almasıydı. Bu yanlış fikirdir. Deməli, bizdən yanlışı istədiyinə görə qarşısına çıx qoyduğum 1 və 5 düzgün cavabımız C variantı olacaq. Davam edirik 29-cu sualdan. Mətnin əsas səsi ilə əsasında 2 bənddən ibarət plan tərtib edin yazın. Ata ilə ilanın dostluğu, oğulun baş tutmayan planı. Qəşəng yazılıb əslində. Bir oğulun baş tutmayan planı demək olar. Ata ilə ilanın dostluğu demək olar. Ata ilə ilanın alış-verişi demək olar plan bəndi kimi. Yəni doğrudur. 30-cu sual. İlanla odunçunun dostluğu hansı dəyərlərin üzərində qurulmuşdur? Birinci burada güvən var idi. Sadiqlik demək olar, güvən demək olar. Hörmət yazıb o da olar. Və sualını ən azı 2 cavab yazın. Bəli, bu formada biz öz cavablarımızı yazmış olaraq. Dəyərli şagirdlər, bizim dərslərimizlə maraqlananlar 055 418 82 02 nömrəsi ilə müraciət edə bilər. Həm əyani, həm onlayn dərslərimizə qoşula bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik. Kanala abunə olmağı da unutmayın.